Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Saməddin. Bugün sizə saat məsələlərlə bağlı test izahı verəcəyik. Təbii ki, bu izahların içərisində həm də dərsi öyrənmiş olacaqsınız. Saat məsələləri MİQ və sertifikasiya imtahanının vacib mövzularından biridir. Bu olmuşdu az qala. Və imtahanda da hər il bir sualımız saat məsələlərindən olur. Görək hansı tip suallarımız var, nələri bilməliyik. Təbii ki, bugün 10 sual üzərində sizə bunu izah etməyə çalışacağıq. Əlavə sualları, testləri də kitabdan işləyə bilərsiniz, testin kitabından əldə edə bilərsiniz. Başladıq. Saat məsələlərində nəyi bilməliyik? Sualımızı tam görək. Əvvəlcə bir kiçik çevirmə ilə başlayaq. Rahat sualda deyib keçməyin. İmtahandakı sualların içərisində saatları toplamaq, çıxmaq, hesablamaq, bunlar bizə çox lazım olur və biz bunu mütləq şəkildə bilməliyik. 7 saat 15 dəqiqə 18 saniyədən 6 saat 43 dəqiqə 12 saniyəni necə çıxacaq? Əvvəlcə alt-alta yazaq bunları. 7 saat 15 dəqiqə və 18 saniyə. Çıxılsın 6 saat 43 dəqiqə və 12 saniyə. Təbii ki, burada müxtəlif versiyalar var. Biri deyər, müəllim, mən hamısını saniyəyə çevirirəm. Mən hamısını dəqiqəyə çevirirəm. Necə istəyirsə eləyin. Əsas odur, doğru cavabı alın. Mən alt-alta çıxma üsulundan istifadə etmək istəyirəm. 18-dən 12 saniyəyə çıxanda 6 saniyə eləyir. Cavabları da göz gəzdirirəm ki, məsələn, bunu 6 saniyə deyildi, bu səhvdir deməli. Yəni, B variantı səhvdir, C səhvdir. Biraz vaxtı da qabağa düşmüş olaq. Təbii ki, cavablara baxıb da hesablaya bilərsiniz, amma özünüz də hesablamağı bilin. Çünki cavablar bir-birinə yaxın ola bilir. 15 dəqiqədən 43 dəqiqəni çıxa bilmirəm, ay müəllim. Nətər eləyim, neyiniyim? Get saatdan borc al. Gəlirsən saata deyirsən ki, ay saat, mənə 1 saatı borc ver. 7 saatdan 1 saatın borc götürürsən, qalır burada 6 saat. Həmin o 1 saatı da dəqiqə şəklində 15-in üzərinə gəlirsən. Elə bir qəpiyin olmayanda manatı xırdalayırsan da marketdə, düzdür? Burada da qəpiyimiz, yəni dəqiqəmiz yoxdur, saatı xırdalayır. Amma burada 1 saat 100 dəqiqə deyil, 60 dəqiqədir, səhv eləməyin. Ona görə 15 dəqiqənin üzərinə 60 dəqiqəni gəlirəm, 75 dəqiqə eləyir bura. Deməli, misalımız belə olacaq, 75 dəqiqə çıx 43 dəqiqə. Bura onsuz da 18 saniyə çıx 12 saniyə idi, buranı bilirdik. Və qabaqda da 6 saat çıx 6 saat. Tutardı 6 saniyə. 5-dən 3 çıxanda 2, 7-dən 4 çıxanda 32 dəqiqədir. Deməli, 32 dəqiqə 6 saniyə bizim doğru cavabımızdır. Çox sadə bir sual. Xahiş edirəm, elektron saatı hər kəs öyrənsin. Çünki imtahanda sizə elektron saatla bağlı suallar lazımdır. Keçdik növbəti sualımıza. Əlaqə nömrələrimiz də ekrandadır. 055 527 25 99 WhatsApp nömrəsinə yazaraq ödənişli, ödənişsiz, nə bilim, istədiyiniz dərslərə bu nömrə vasitəsilə qoşula bilərsiniz. Keçdik ikinci sualımıza. Necə eləyək, ay müəllim, bu sualı? Baxın, bu sualda kiçik bir tənlik qurmaq və yaxud da hissə modeli olsun və s. olsun. Əvvəl deyirdi ki, ibtidaidə tənlik yoxdur, amma artıq 4-cü sinifdə bilirsiniz ki, tənlik qurmaqla məsələ həlli mövzusu var. Ona görə də tənlik qurmağı yavaş-yavaş addımlayıb öyrənməliyik. Günün keçmiş hissəsi qalan hissəsindən 4 dəfə çoxdur. Dəfə nədir, ay müəllim? Dəfə vurma və yaxud da bölməni göstərir. 4 dəfə çox, 4-ə vuracaqsan. 4 dəfə az, 4-ə böləcəksən. Dəfədir, misildir, qatdır, vurmadır bunlar hamısı. Bunu öyrən də. Müdavim yazır, müəllim, mən çaşıb üstünə 4 gəldim. Çaşma da bunu, bəs nə vaxt öyrənəcəksən? Yaz bir qırağa ki, dəfə vurma deməkdir. Bunu öyrəndinsə, qutardı, getdi. Günün keçmiş hissəsi qalan hissəsindən 4 dəfə çoxdur. Qalan hissə x-dır, azdır. Keçən hissə 4x-dır. Burada saat verməyib, bizə dəfə verib. Dəfəni x-la yazır. Və sən bilməlisən ki, bir günümüz 24 saatdır. Qutardı da 24 saatdırsa, get keçən hissənlə qalan hissəni topla, 24-ə bərabər elə. 4x üstəgəl x bərabərdir 24. Bəs sonra nə edək? Gəl baxaq. 5x bərabərdir 24-ə, x də bərabərdir. Sən 24-ü 5-ə bölməlisən. 24-ü 5-ə bölməyə çalışanda istəyirsən kalkulyatorla böl, istəyirsən özün böl. Bax, 24-ün içərisində 5, 4 dəfə və qalıq 4 qalır. Düzdür? Biz bunu qalıqla yox,
kəsrlə göstərməliyik. 24-ü, baxın, bölürsən 5-ə. 24-ün içərisində 5, 4 dəfə. Çıx, 20, qalıq da nə? Qalıq da 4. Yazıram, 4 saat, bir də 5-də 4. Yəni, 4-dan 5-də 4. Bunu gələcəkdə kəsr dərsində daha geniş keçəcəyik. Sadəcə saatın içərisində də belə suallar var deyə bunu izah eləməliyim. Yəni, 4 tam 5-də 4 deməkdir. Bu nə deməkdir, ay müəllim? Yəni, 4 saat, bir də 5-də 4 saatdır. De görüm, 1 saatımız neçə dəqiqədir? 1 saatımız 60 dəqiqədir. Düzdür? Mən də indi 5-də 4 saat neçə dəqiqədir? 60-ın 5-də 4-ünü tapacağım. Sən bilirsən də 1 saatın 60 dəqiqə olduğunu. 60-ı 5-ə böldüm. 12, 4-ə vurdum, 48. Yəni, bu ifadə 4 saat 48 dəqiqə demək imiş. Yəni, bizim qalan hissəmiz 4:48 imiş. Yaxşı, ay müəllim, mənə bura lazım deyil. Mənə o birisi tərəf lazımdır. Mən oranı tapmaq istəyirəm. Burada bir neçə üsul var. Ya 4:48-i 4-ə vurmalısan, ya da bilirsən ki, bütövi 24 saatdırsa, yəni bu ikisinin cəmi 24 saat edirsə, 24 saatdan 24:00-dan çıxacaqsan 4:48-i. Yəni belə təzə başlayanlar üçün bunu 4 saata vura bilmirsənsə əgər 4:48 4-ə vurub çətinlik çəkirsən, cavab alamırsansa, eyb yox. 24 saatdan 4:48-i çıx. Bu 24 saat bilirsiniz nə deməkdir? 23 saat 60 dəqiqə deməkdir. Yəni 1 saatı dəqiqəyə çevirdik. Çıxılsın 4:48. Bu da 12 və 19:12. Yəni saat neçədir sualının cavabı 19:12 olur. Yadınızda saxlayın. Biri sizdən saat neçədir soruşanda telefonunuza baxıb buna saatı deyə bilərsiniz. Bu öz yerində. Amma imtahanda saat neçədir soruşanda bilin ki, keçən hissəni soruşur sizdən. Yəni keçən hissədə saat göstərən hissə keçən hissədir. Bunu qayda kimi dəftərinizə yazın. İndi bəzi müdavimlər bu sualı anlamırlar. Bir cümləli sualdır, amma anlaya bilmir. Nə qədər edir, anlamır. Səbəb odur ki, hələ tənliyi tam öyrənməyib. Hələ tənlik qurmaqla məsələni beyninə oturtmayıb. Ona görə bəzi şeylər zamanla olur, əziz və dəyərli müdavimlər. Gözləməyin ki, hər şeyi elə bir mövzunun içərisində öyrənsən. Bəzi əlaqəli mövzuları kəsri keçəndən sonra, nə bilim, gəlib o tənliyə çatandan sonra daha rahat anlayacaqsınız. Bilirəm, ne deyirsiniz ki, müəllim, 4:48-i də bir dənə 4-ə vurun, onu siz vurun, alınmasa WhatsApp-da yazın ki, müəllim, bax, vurdum, alınmadı. Ürəkli olun biraz, hər şey gözləməyin ki, müəllim desin, mən yazım, yoxsa imtahanda da müəllimi axtaracaqsınız. Belə bir imtahan sualına baxaq. 2022-ci ilin imtahan sual tiplərindən biri. Deməli, deyir ki, 8:00-da məktəbə çatmalı olan şagird 7:42-də yolun yarısını getmişdi. O, həmin sürətlə yoluna davam edərək təyin etdiyindən 2 dəqiqə tez çatdı. Şagird bütün yola neçə dəqiqə vaxt sərf edər? Baxın, bizim yolumuz 2 hissədən ibarətdir. Yolumuzu 2 hissəyə ayırdım. Saat 8-də məktəbə çatmalıydı. Deməli, məktəbə dərsi 8-də başlayır deyə saat 8-də çatmalıdır. Amma yolun yarısını gedir. Nə zaman? 7:42-də. Yazıram 7:42-də bu adam yolun tən yarısını gedib. Yolun yarısını gedibsə, nə qədər hissəsi qalıb? Yarısını gedibsə, yarısı qalıb da, bunu bilirik hamımız. Və bu biraz məsuliyyətli tələbədir. Saat 8-də yox, 2 dəqiqə tez çatır. 2 dəqiqə tez, yəni saat neçədə? 7:58-də çatır. İndi bax, mən yox, sən həll edirsən bu sualı. 7:42-də yolun ortasındadır. 7:58-də də gəlib bura çatıb. Deyə bilərsənmi ki, bu yarım yolu neçə dəqiqəyə gedib? Deyə bilərsən. İstədim bir donma zarafat edeyim sizdən ki, bir gözünüz açılsın. Bəzən müdavim oturur, dərsə baxır, deyir ki, müəllim izah edir, onsa mən baxam elə cavabı yazım. Məndən qabaq özün yaz, özün addım at, alınmasa mən dediyim izaha baxarsın. Çünki özün mənə güvənəndə özünə güvənin azalır. Bil ki, sən yaza bilirsən bunu. Nə var 7:58-dən 7:42-ni çıxmağa? Neçə eləyir? Nə var ki? Neçə eləyir? 58-dən çıxıram 42-ni. 58-dən 42-ni çıxanda 16 eləyir. Deməli, bu uşaq, bu adam, bu şagird yolun yarısını 16 dəqiqəyə gedir. Müəllim, cavab 16-dırmı? Hani 16? Var cavablarda, deyil 16. Yaxşı ki, cavablarda 16 yoxdur. Çünki biz yolun yarısının 16 olduğunu tapmışıq.
Bəs yolun hamısına nə qədər vaxta gedir? Bura 16-dırsa, burada 16-dır. Yəni 2 vur 16 bərabərdir 32. Yəni doğru cavabımız olur D variantı. 32-yə bərabər əjdahalarımız. Videomuz faydalısa bu videonu bəyənib paylaşa bilərsiniz. Bu video hər kəsə faydalı olsun. Aha, gəldik belə bir imtahan sual tipinə. Diqqətli olaq, görək bu sualı necə yazacağıq. Yusif saat 7:00-da yuxudan oyanır. Səhər oyandı yuxudan. Gedir, neynir? Sutkanın 8/1 qədər saat sonra evdən çıxır. Gəl baxa görə bu Yusif sutkanın 8/1 sonra evdən çıxır. Nə deməkdir? 7-də oyandı yuxudan. Bir sutkamız 24 saatdır. 24-ün 8/1 qədər. Yəni 3 saatdan sonra. 3 yaz da bura. Niyə yorursan bizi sutkanın 8/1'inin xalası uşaqları? Üstəgəl 3 saat. 3 saatdan sonra 10:00-da bu adam evdən çıxır. 3 saata neynir bu evdə? Nəysə, 10 dəqiqə yol getdikdən sonra. Saat 10-da evdən çıxır. 10 dəqiqə yol gedir. Saat olur 10:10. 10, bu da 10. 10, nəysə burada. Bozaq bunu təzdən yazaq ki, yaxşı görürsün. Aha, saat 10:10 oldu. 10:10. Və dostu ilə çatır. Dostu ilə birlikdə 1 saat 15 dəqiqə film izləyir. Üstəgəl 1 saat 15 dəqiqə film izlədi. Saat oldu 11:25. Əla. Sonra, izlədikdən sonra Yusif evə qayıtdı. Yusif saat neçədə evə qayıtdı. İndi burada gəl Yusif saat neçədə evə çatdı eləyək. Yəni qayıtdığını o mənada vermişik, çatdı. Yusif saat neçədə evə çatdı. Baxın, Yusif saat 11:25-də evinə tərəf qayıdır, geri qayıdır. Və bu adam saat neçədə evə çatdığı bizdən soruşur. 11:25-də yola çıxıbsa dostu gildən. Bilirsiniz ki, 10 dəqiqəlik yolu var da bunun. Dostu ilə ev arasında 10 dəqiqə məsafə var. Yusif 11:25-də əgər buradan çıxıbsa, üzərinə gəlirəm 10 dəqiqəni, 11:35-də Yusif evə qayıdacaq. Yəni evə çatacaq. Burada qayıtdı mənasını, yəni məntəqəyə çatdı kimi vermək istəmişik. İndi sözü tam özüm düzəltdim ki, beyninizi qarışdırmasın. Deməli Yusif 11:25-də dostu gildən çıxır və 11:35-də evə gəlib çatmış olur. Cavabımız oldu E variantına bərabər. Ümumiyyətlə, hesablama ilə bağlı problemlər yaşamaq istəmirsinizsə, saat məsələlərində mütləq qaydada 1 saat neçə dəqiqədir, 1 dəqiqə neçə saatdır. Yəni bilməlisən də, məsələn, elementar bir sual verirsən ki, dəqiqədən saata keçəndə neynirik? Müdavimdir ki, 60-a vururuq. Sən də deyirsən də düzdür müraciətsən. Vurmuruq axı. Nə vurmaq? Bölürük. Sən dəqiqə ilə saat, saatla dəqiqə arasında o kiçik məqamı qarışdırdınsa, qutardı. Sualın içərisində həmin o, sənin o səhv etdiyin hissəyə aid bir məqam gələndə çaşdıracaqsan. Dəqiqləşdir də, müəllim, bax, mən 120 dəqiqəni saata çevirmək üçün 60-a bölürəm. Deməli, dəqiqədən saata keçəndə 60-a böləcəm. Və yaxud da 2 saatı dəqiqəyə çevirmək üçün 60-a vururam. 2-ni 60-a vurdum, elədi 120 dəqiqə. Yəni, bölürəmmi, vururamı? Bu çox önəmli hissədir. Suallarda bu müdavimləri çox çaşdırır. 5-ci sualımız, görək 5-ci sualımız nədir? Saat 15:00-dır. 160 saatdan sonra saat neçə olacaq? Köhnə ilin qəbul suallarındandır. Rahat sual tipidir. 160-ı 24 saata bölürük. Niyə bölürük? Bölürük də, qayda budur. Səbəb odur ki, gün keçdikcə zaman dəyişmir. Məsələn, sabah bu vaxtı saat neçə olacaq? Elə indi neçədirsə, sabah bu vaxtı da elə olacaq da. Yəni, 1 gün keçsə də, 2 gün keçsə də, 5 gün keçsə də zaman eyni zamana düşür. Deməli, bizə neçə gün, neçə saat keçdiyi maraqlıdır. Yəni, bu 160 neçə gün, neçə saat edir? Bunu araşdırıram. 160-ın içərisində 24, 5 dəfə yerləşirmi? Yoxlayaq. 5 dəfəsi 0 yazdıq 2 yadda, 10, bu da 12. 5-dən də çox yerləşir. 6 dəfə, yoxlayaq 6 dəfəsini. Deməli, 160-ın içərisində 24, 6 dəfə düşünsək, aha, yazaq bura 6. 6-nın 4-ü 24, 4 yazdıq 2 yadda, 12, 144. Qalığımız nə qədərdir? 10-dan 4 çıxıram 6, bu da elədir 16.
Deməli 6 gün 16 saat. Mənə isə bunun gün hissəsi lazım deyil. Çünki gün dəyişmir. Gün keçdikcə zaman dəyişmir. Mənə 16 lazımdır. Məsələ indi belədir. 16 saatdan sonra saat neçə olacaq? Çünki burada 6 günün bir önəmi yoxdur. Bax, qalığın önəmi var. 16 saatdan sonra. Sonra deyirsə toplayırıq. Əvvəl desəydi çıxacaqdıq. Saat məsələlərində qaydamızdır. 15:00-ın üzərinə 16-nı gəlirəm, 31:00 eləyir. 31 saat var ay müəllim. Elektron saatda biz axı 23:59-dan sonra sıfırlanır hər şey. Deməli aldığımız ədəd 24 saatdan böyükdürsə, yəni 31-dirsə, biz bundan mütləq 24-ü çıxmalıyıq. Yəni bu növbəti günə keçib, o biri günə keçib. Bugünkü gün 31 saat ola bilməz. 24 saat bütövləşib, bitib və növbəti gün 07:00 olmuş olub. C variantı, burada variantların yeri dəyişir düşüb. Yəni 07:00 olan variant bizim doğru cavabımızdır. Bəzən izləyicilər özündən bir yol kəşf edir. Hansısa bir sualda üst-üstə düşür təsadüfən. Başlayır həmişə onu yazmağa. Məsələn, 160 saatı deyir, mənim olarmı elə hər dəfə 16 götürər? Yəni elə şeylər eləməyin, xahiş edirəm. Riyazi əsası olmayan bir yolla sualı həll eləməyin. Eləyirsiniz, xoşbəxt olursunuz. Xoşbəxt yazırsınız. Ay Saməddin müəllim, mən buna bir qısa yol tapmışam. 160 deyil, mən 16 elədim falan. Amma o bir sualda işə yaramır. Yaramırsan da mənə niyə deyirsən? Niyə deyirsən belə həvəsləndirirsən, hamımızı görürük ki, sonra alınmır, xəyal qırıqlığına vurursan. Ona görə riyazi yolunu öyrənin. Özünüzdən yollar kəşf etməyin. Növbəti sualımız 6-cı sualımız və görək bu sualımızı necə həll edəcəyik. Aha, ekranımız yaxşı görünürmü? Əla! 4 saat əvvəl günün keçən hissəsi qalan hissəsindən 6 saat az idi. İndi saat neçədir? Bu məsələni rahat həll etmək üçün 4 saat əvvəl sözünü hələ ki oxumuram. Məsələni buradan başlayıb oxuyub həll edəcəm. Sonra 4 saat əvvəl sözünü də ora qatacam. Günün keçən hissəsi qalan hissəsindən 6 saat azdır. Və nə var ki? Keçən hissə, bu da qalan hissə. Gün 2 hissədən ibarətdirmi? Keçən və qalan. 24 saatı 2 hissəyə bölürəm. 12 fısır və 12 fısır. Oldu mu? Oldu. 6 saat azdır deyir. Keçən hissə azdır, qalan hissə çoxdur. Əla. 6 saat şərtdə verilən ədədi qaydaya əsasən 2 yerə bölürük. Bunu dəfələrlə dərs sahəsində vermişik. Çünki bir keçən hissə var, bir də qalan hissə var. 2 hissə olduğuna görə bunu 2 yerə bölməlisiniz. Birin artanda o birisini də eyni qədər azaldıb bərabərliyi pozmayasınız deyə. Aldığım bu cavabı, yəni hər zaman 2-yə böləcəksiniz, narahat olmayın. Aldığım bu cavabı hansı azdırsa çıxıram, hansı çoxdursa toplayıram. Bu elə də 15:00. Daha doğrusu 9:00. 9:00. İndi ay müəllim, axı məsələnin əvvəlində cümlə var idi. O cümləni nə vaxt qatacaqsınız? İndi onun vaxtı gəldi. Bura lazım deyil, qalan hissənin bizə ehtiyac yoxdur da, saatı soruşur axı bizdən. Ona görə qalan hissəyə ehtiyac yoxdur. Soruşsa qalan hissə toplayıb 15-i yazarım. Deməli, əgər birinci bu şərt olmasaydı, cavab 9 olardı. 9:00. İndi gəlin o şərti əlavə edək və sualın əsl cavabını tapaq. Şərti əlavə edirəm və sualın əsl cavabını tapıram. Deyir ki, 4 saat əvvəl saat 9 idi. Aldığım ədəd 9-dur da. 4 saat əvvəl saat 9 idisə, indi saat neçədir? Bax, deyir görüm səndən yatan müdavim. Neçədir saat? Telefon saatına baxmayın, məsələdəki saatı mənə. Əgər 4 saat əvvəl 9 idisə, indi bu 4 saat keçib və saat olub neçə? 13:00. Qutardı. Cavab oldu B variantı 13-ə bərabər. Öyrənə bilmirsənsə 10 dəfə bax, 15 dəfə bax. Ya ümumiyyətlə əl çək bu işdən, ya da dəfələrlə bax. 2 yolun var. Ya onu seç, ya da bunu seç. Hər halda bu videoya baxırsansa deməli öyrənmək yolunu seçmisən və bil ki, öyrənilər nə səndən artıq deyil, nə də səndən əksik deyirlər. Getdi, görək Nuray nə qədər yatıb. Deməli, Nuray saat 21:55-də yatdı. Səhər 9:45-də oyandı. Nuray neçə saat yatdı? Yatma müddətini tapmaq istəyirsənsə, 24 saatdan, bütöv gündən yatdığı vaxtı çıxırsan, üzərinə oyandığı vaxtı gəlirsən. Nə deməkdir bu?
Bax, Nuray başını yastığa qoydu, başladı yatmağa. 24:00-dan, yəni həmin gün bitənə qədər görək Nuray neçə saat yatıb. Bax, axşam saat 21:55-də başıma qoydum yastığa. Saat 12-yə qədər bugünkü gün bitməyib, elə 24-də bitir axı gün. Həmin görüm o gün bitənə qədər nə qədər yatıb bu adam. Ona görə 24-dən yatdığı vaxtı çıxıram. 21:55-i çıxıram. Bilirsinizsə 24 saatın 1 saatını verəcəm. 23:60 çıxılsın 21:55. Bu elədir fısır 5. Bu da elədir 2 saat 5 dəqiqə. 2 eləyir 1, aha 2 saat. Deməli Nuray gün bitənə qədər 2 saat 5 dəqiqə yatıb. Əla, halaldır Nuraya. Və səhər də 9:45-də oyanıb. Artıq oyanma vaxtın bütöv şəkildə yatıb deyə oyanma vaxtın. Yəni gecə saat 00-dan 09:45-ə qədər fasiləsiz yatdığına görə biz bunun üzərinə 9:45-i bütöv gəlirik. Qutardı. Eləyəcək 11:50. Nuraya bax, Nuraya, tənbəl Nuray. 11 saat 50 dəqiqə yatarlar ay Nuray. 11 saat 50 dəqiqə yatıb və şirin yuxular. Getdik 8-ci sual, amma siz yatmırsınız, yatsaz xəyallarınızı yuxuda görəcəksiniz. Oyaq qalsınızsa həyatda da onu inşallah gerçəkləşdirəcəksiniz. 8-ci sualımız 2024-ün qəbul sual tiplərindəndir. Diqqətli olaq, görək nədir vəziyyət. Düşünün, imtahanı ürəyinizcə vermişsiniz, pulu qoymusunuz cibinizə, gedirsiniz istirahətə. Gəldiniz, təyyarə saat 12:00-da Bakıdan yola düşdü. Bax, Bakı vaxtı ilə qohum-qardaş yığışıb sizi yola salır. Saat 12:00-da. 12 fısır. Təyyarəniz qalxdı görür. Nəysə, Və 2 saat 40 dəqiqədən sonra İstanbula eniş edir. Gəlir 2 saat 40 dəqiqə sonra İstanbula endi. Baxın, siz saatı, indi loğru dildə başa salanda, Bakıdan apardığınıza görə, elə bir ki, əqrəbli saatda da, sizin saatınız Bakının vaxtında qalıb, onu göstərir, qolunuzdadır. 12-də Bakıdan mindiniz, saat qolunuzdadır, elə adi əqrəbli saat, yəni dəyişilmir də. 2 saat 40 dəqiqə vaxt keçir və təyyarəniz endi İstanbula. İstanbula düşəndə Bakı saatı, bu Bakıdan götürmürsən axı, Bakı saatı 14:40-ı göstərir. Amma İstanbulda başqa saatdır, çünki zamanlar fərqlidir orada. Amma sən hələ ki öz saatıma baxırsan da 14:40 sənin qol saatına görə, yəni Bakı saatına görə 14:40-dır. Sonra 1 saat 30 dəqiqə qalırsan orada. 14:40-ın üzərinə 1 saat 30 dəqiqə gəlirik, eləyir 15:70. 70 dəqiqədə bilirsən də sən 1 saat 10 dəqiqə deməkdir. O 1 saatı bura atıram 16:10. Yəni qolundakı Bakı saatına görə saat 16:10-da İstanbuldan Londona uçursan. Və 16:10-dan 4 saat 20 dəqiqə sonra sən Londona eniş edirsən. 20:30-da. Amma anan bilməsin. 20:30-da sən Bakının saatından Londonda olursan. Bakının saatına. Səndən soruşur ki, bir turist yaxınlaşır ki, yəni soruşur ki, Londonda saat neçədir? Sən Bakının saatına 20:30 görürsən. Bəs Londonun saatı neçədir? Bəs bunu necə tapaq? İndi deyirsən ki, Bakıda saat 10:05 olanda Londonda saat 11:54 olur. Yəni Bakı saatı ilə London saatı arasındakı fərq bax burada görünür. Başa düşürsən? Gəl baxaq görək. Londonda 11:54 olanda Bakıda 10:05 olur. 54-dən 05-ə çıxırsan, neçə edir? 49. 1 saat 49 dəqiqə fərq var. Yəni sən Bakının saatının üzərinə 1 saat 49 dəqiqə gəlsən, Londonun saatını alırsan. Bu onu göstərir. Deməli, istənilən vaxt Bakıdakı saatın üzərinə 1 saat 49 dəqiqə gəlsən, Londonun saatı alınır. Yəni, bu Bakı saatıdır. Bunun üzərinə gəlirsən 1 saat 49 dəqiqəni, eləyir 21. Hesablama səhvimiz yoxdur. Bir daha baxaq. Bakı geridədir, London öndədir. 21 neçədir? 79 eləmiş oldu. 21:79-un da 1 saat 19 dəqiqə olduğunu görürəm. Yəni 22
19 bizim sualımızın cavabıdır. Sadece bu sualı yazında yəqin ki, o hissə gözümüzdən qaçıb. Bir F variantı eləyirəm. Bu sizdə düzələcək, narahat olmayın. 22, 19 bizim cavabımız var. Bir daha deyirəm. Ay müəllim, beynim qarışdı. Qarışdırma da beynini. Nədən qorxursan? Bir daha deyirəm. 12:00-ın üstə 2 saat 40 dəqiqən gəldin. 14:40. 14:40-ın üstə 1 saat 30 dəqiqən gəldin. Elədi 15:70. Düzdür? 15:70 nə deməkdir? 16:10 deməkdir. 16:10'un üzərinə də 4 saat 20 dəqiqəni gəldin. 16:10'un üzərinə 4:20 gələndə 20:30 eləyir. Yəni Bakı vaxtı ilə bizim 20:30 idi. Bakı vaxtı ilə 20:30 idisə, bəs London vaxtı ilə nə qədərdir? Bakının saatı geridədir, London saatı irəlidədir. Fərqi tapdım və üzərinə gəldim. Çünki Bakı geridə olandır. İndi sualı yazında yəqin ki, gözdən qaçıb onların cavabını çıxmışıq. Yazacaqsın, ay müəllim, axı mən cavabı çıxdım, düz aldım. Sualı biz yazmışıq da, yəni gözümüzdən qaçıb. Deyirəm, yolu budur, narahat olmayın. 20:30'un üzərinə 1:49'u gəlməlisən. Çünki Bakı geridədir, London irəlidədir. Ona görə Bakı geridədirsə, geridə olan Bakının üstə 1:49'u gəldim. London saat oldu 22:79, 21:79, o da eləyir 22:19. Cavabımız F variantı 22:19'a bərabərdir. Və bilirsiniz ki, imtahanda da, variantlarda və yaxud da sualın üzərində səhv suallar ola bilir. Ona görə nə cavab almışsınızsa, variantda onu görməyəndə qorxmayın. Kim deyirsə ki, ay müəllim, niyə cavab burada səhv? İmtahanda da olur da. Yəni illərdir imtahanda bir dənə sual da olsa, variantda olsa bir səhv versiya olur və müdavim saatlarla çalışır, üzərində əlləşir və o biri rahat sualların öhdəsinə gələ bilmir. Ona görə gördünüz ki, cavabı siz almışsınız, əminsiniz, o yoxdursa keçin üzərindən. Sonra 3 gün sonra 1 bal gəlir, 2 bal gəlir ona görə, amma siz çox vaxt itirib digər sualları da bada verməyin. Yəni belə şeylərə hazırlıqlı olun. 9-cu sualımız. 10 saat 40 dəqiqə 19 saniyə çıxılsın, 7 saat 50 dəqiqə 13 saniyə. Gəlin bunları əvvəlcə alt-alta çıxaq. Görək çıxa biləcəyimi. 10 saat 40 dəqiqə və 19 saniyə. Çıxılsın 7 saat 50 dəqiqə və 13 saniyə. Əvvəlcə bunları çıxıram. 19-dan 13-ü çıxacam, 6 saniyə. Baxın, 40-dan 50-ni çıxa bilmirəm. Nə edirəm? 10 saatın, 1 saatını götürürəm 9 saat. Həmin o 1 saatı 60 dəqiqə şəklində 40-ın üzərinə gəlirəm. Burada olur 100 dəqiqə. 1 saatı 60 dəqiqə şəklində bunun üzərinə gəldim. Yəni 100 dəqiqədən 50 dəqiqəni çıxıram. 50 dəqiqə. 9-dan 7-ni çıxıram. 2 saat. Oldu mu bura qədər? Oldu. Nə var çətin burada? 1 saatı götürüb dəqiqə eləyib, dəqiqə ilə topladım ki, dəqiqələri alt-alta çıxa bilim. Gəldi indi o biri məsələyə. 2 saat 50 dəqiqə 6 saniyənin üzərinə 4 saat 23 dəqiqə 15 saniyə gəlirəm. 6-nın 15-i topladım. Neçədir? 21 saniyə elədi. Bura eləyir 73 dəqiqə, 73 dəqiqə. Bu da eləyir 6 saat. Bilirsiniz ki, 73 dəqiqə 1 saat 13 dəqiqə deməkdir. O 1 saatı bura atıram. 7 saat 13 dəqiqə 21 saniyə. Doğru cavabımız olur. E variantına bərabər. Bəli, əjdahalarımız. Keçirik indi 10-cu sualımıza. Bir daha əlaqə nömrələrimizi xatırlada. 055 527 25 99 WhatsApp nömrəsini yazaraq siz də bizim dərs qruplarımıza qoşula bilərsiniz. Həmçinin MİQFES, FES Akademiya, Ağabəyli İsamətin Instagram hesablarından da yüksək nəticələrimizlə tanış ola bilərsiniz. 10-cu sualımız. Günün keçən hissəsi qalan hissəsindən 4 saat 20 dəqiqə çoxdur. Saat neçədir? Bu sual sudur da, düzdürmü? Bu suala görə heç vaxt itirməyə dəyməz. Baxan kimi şifahi yazan müdavimlər var. Gəlin elə biz də bu üsuldan gedək. Keçən hissə var, qalan hissə var. Deyir, keçən hissə qalan hissədən filan qədər çoxdur. Bura çox, bura az. Bir günümüz 24 saatda 2 yerə bölürəm 12 fısır fısır, 12 fısır fısır və 4 saat 20 dəqiqəndə şərtə, qaydaya əsasən nə edirəm? 2 yerə bölmüş oluram. Qayda belədir. Yəni, dərs izahına baxmalıydım. Müəllim, mən baxmamışım, ged bax.
Yəni sənə dərs izahı verəndə baxmırsan, testin üzərində deyirsən ki, müəllim mən bunu başa düşmədim. Bu sənin günahındır, sənin. Ona görə get dərsləri oxu. Yəni testin üzərində dərs öyrənməyə çalışma. Xahiş edirəm. Ona görə dərs izahları vacibdir. 4 saat 20 dəqiqəni 2 saat 10 dəqiqə edirik. Yarısını tapdıq şərt əsasən və toplayırıq. 2 saat 10 dəqiqə. Eləyir 14, 10. Doğru cavabımız olur. Burada bir düşməyib. 14 10-a bərabər. B variantı. Bir rəqəm burada nə olubsa ac vaxtımıza düşüb yemiş onu. 14 10 bizim doğru cavabımızdır. Son olaraq sizə tapşırıq veririk əjdahalarımız. Bu tapşırığı videonun rəy bölməsinə qeyd edəcəksiniz və sualımız belədir. Günün keçən hissəsi, qalan hissəsindən nə qədər çoxdur? 3 saat 14 dəqiqə azdır. Saat neçədir? Bəli, bu sualda videonun altına rəy bölməsinə qeyd edin. Bu tapşırıqdır. Buna yazacağız tapşırıq birinci cavabı falan şey. Və bu videoya saat neçədə baxırsınızsa, onu da qeyd edin ki, mən videoya falan saatda baxdım, falan vaxtda baxdım. Bunda videonun rəy bölməsinə qeyd edin. Maraqlıdır ki, videolarımızı hansı saatda izləyirsiniz və bilirəm ki, bir çoxlarınız gecə izləyirsiniz. Vaxtında izləyənlər də var, səhər izləyənlər də var, axşam izləyənlər də var. Hər birinizin əziyyəti inşallah ki, Allahın köməyinə yerdə qalmasın, istədiyiniz nəticəyə gəlib çatmış olasınız. Videomuzu bəyənin, paylaşın və videonun altına rəy yazmağı unutmayın. Sizin rəyləriniz bizlər üçün motivasiyadır. Sağ olun, növbəti videolarda görüşərik. Hələlik.